Çayınız ve kofeniz hazırsa bizimle seyahate çıkabilirsiniz. Bu sefer yolumuz Misir'edir. O Misir ki her zaman beni heyrətlendirir. O Misir ki tarixin qumlu səhralarında minilliklərin sirrini səssizcə qoruyub firavunların adını daşlara deyil, zəmana hərk edib. O Misir ki Nil çayı sadəcə bir çay deyil, bir xalqın talehi, bir sivilizasiyanın ürəyidir. Sahillərində həyat başlayıb, sularında dualar pıçıldanır. Güneş hər səhər eyni səbəbətlə piramidaların üzərinə doğur. Burada hər daş danışır, hər bir sütun bir hekayə pıçıldayır. Məbədlərin kölgəsində insan öz kiçikliyini, tarixin böyüklüyünü anlayır. Zaman sanki yavaşlayır, addımların səsləri keçmişə qarışır. Misir elə bir yerdir ki, baxdıqca öyrədir, öyrətdikcə düşündürür, düşündürdükcə insanın ruhunu oxuyur. Və sən bu torpaqlardan ayrılarkən anlayırsan, bura sadəcə bir ölkə deyil, yaşayan bir tarixdir.